Bu ilin 11 ayında 1 ton 600 kiloqramdan çox narkotik vasitələrin, psixotrop maddələrin və onların psixoaktiv preparatlarının qanunsuz dövriyyədən çıxarılması təmin olunub. Bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Gömrük Biznes Forumu 2025 adlı tədbirdə deyib. Sədr həmçinin tədbirdə təqdim olunan gömrük rəsmiləşdirilməsi platformasının yeni rəqəmsal həlləri və rəqəmsal əməkdaşlıq platforması layihələrinin əhəmiyyətindən də danışıb. Birinci təqdimat rəqəmsal gömrük dəyəri və institutal sənədlərin emalı sistemi ilə bağlı oldu. Bu iki sistem bir-birinə əhatəlidir, ahəngdardır. Çünki gömrük dəyəri müəyyən edilməsindən öncə gömrük orqanlarına təqdim olunan məlumatların dürüstlüyünün, düzgünlüyünün və müvafiq tələblərə uyğunluğunun yoxlanmasına ötəri elektron emal prosesləri həyata keçiriləcəkdir. Çox sadə dillə desək ki, bu biznes üçün əlavə imkanlar yaradacaq ki, sənədin təqdim edilməsində əlavə çətinliklər yaranmasın və yaranan sualların gömrük tərəfindən etibarlı əsasda, yəni dəqiqləşdirilmiş formada, elektron qaydada bildirilsin.